Bir də gördüm hay-harı qopdu, çağırdı. Bilə bilmədi kim, bu nədir, nə deyil. Evin döşəməsi, tavanı və mebellər öz-özünə yanır. Qazaxda baş verən qeyri-adi hadisə eşidənləri də təəccübləndirib. Növbəti dəfə qeyri-adi yanğın hadisəsi Qazax rayonunda Oqtay Süleymanova məxsus evdə baş verib. Mətbəxdə stoldan başlanan yanğın daha sonra bax divarda bu cür izlər qoyub. Günorta vaxtı evdə təmizlik aparan ev sahibi Oqtay Süleymanovun qızı mətbəxdə qəfildən alov görüb. Dərhal atasını və qonşuları köməyə çağıraraq alovu söndürməyə çalışıb. Oradan yemək yeyirdik ki, qızım buraları təmizləməyə almışdı, bayram qabağı. Bayram qabağı gəlmişdi. Bir də gördüm hay-harı qopdu, çağırdı. Dedi, yanır artırma. Artırma yanır, oradan yürə-yürə gəldim. Gəldiyimlə burayı keçirirdim ki, buradan aynadan caz baxdım, gördüm ki, orada yanır. Qızıma qışqırdım ki, orada yanır. Müəyyən fasilələrlə xalı, şkaf və pərdə də öz-özünə yanmağa başlayıb. 2 otaq, 1 eyvan və mətbəxdən ibarət evin sakinləri arasında uşaq da yoxdur. Hadisə ilə bağlı müraciət etsələr də hələlik nəticə yoxdur. Heç kimə də mən uşaqlara da tapşırdım ki, əlinizi vurmayın. Qoy gəlsinlər, araşdırsınlar, görək bu nədir, nədir. Məlum oldu mu ki, bir nəsə? Heç kim bilə bilmədi kim, bu nədir, nə deyil. Sakinlər bu vəziyyətə görə evdə yaşamaqdan qorxurlar.